Salam əziz tərbiyəçi müəllimlər, hər birinizi xoş gördük. Bugünkü dərsimiz məktəbəqədər təhsildə MİQ imtahanında düşən çərçivədə suallarla biri olan inkişaf sahələridir. İnkişaf sahələrimiz 4 dənədir və hər birini əzbər qaydada bilmək vacibdir. Yəni ardıcılığı gözləməklə. Birincisi gəlir fiziki inkişaf və sağlamlıq təhlükəsizlik. Fiziki inkişaf, sağlamlıq təhlükəsizlik dedikdə, məktəbəqədər yaş dövründə sağlamlığın hərtərəfli inkişafının əsasını qoyur. Yəni fiziki inkişaf və sağlamlıq təhlükəsizlik hər ikisi də aiddir birinci inkişaf sahəmizə. Yəni fiziki inkişaf nədir? Uşağın düzgün qidalanmasıdır, asudə vaxtının qorunmasıdır, yuxu rejiminin qorunmasıdır, qidalanmasıdır, daha sonra gəlir yaxşı bədən quruluşunun formalaşdırılmasıdır, orqanizmin möhkəm olması hər biri daxildir fiziki inkişaf, sağlamlıq təhlükəsizliyə. Daha sonra gəlir fiziki inkişafa nələr daxildir sonra təhlükə və çətinliklərə hazırlıqlı olmaq, yol hərəkət qaydalarını bilməkdir, yaşıl işıq nədir, qırmızı işıq nədir, sarı işıq nədir, hər birinin mahiyyətini bilmək aiddir fiziki inkişaf, sağlamlıq təhlükəsizliyə. Daha sonra böyük motorika, kiçik motorika. Böyük motorika nədir? Gəlin görək. Böyük motorika ümumi bədən üzvlərinin hərəkətidir. Hoppanma, tullanma, qaçma. Bunlar hər biri daxildir böyük motorikaya. Kiçik motorikaya isə daxil olanlar əl hərəkətləridir. Yəni uşaqların əl hərəkətləri, barmaqlarını hərəkət etdirmələridir, stol üstü oyunlardır, didaktik oyunlar hər biri daxildir, kiçik motorikaya daxildir. Ondan sonra məsəl üçün küçədə mədəni davranmaqdır, təbiət hadisələrini, yanğın zamanı vəziyyətdən çıxmaq qaydalarının öyrənilməsi, mənimsənilməsi də fiziki inkişaf, sağlamlıq təhlükəsizliyə daxildir. Daha sonra gimnastik hərəkətlərin olması, yəni bütün hərəkətlər, bütün təhlükəsizlik qaydalarını bilmək, riayət etmək hər biri daxildir fiziki inkişaf, sağlamlıq və təhlükəsizliyə. İkinci inkişaf sahəmiz olan idrakin inkişafıdır. İdrakin inkişafında isə ancaq koqnitiv xarakter daşıyır. Yəni uşağın ümumiləşdirmə aparmasıdır, qruplaşdırma aparmasıdır, müqayisə etməyidir, fərqləndirməyidir, induksiya, deduksiya hər biri daxildir idrakin inkişaf sahəsinə. Yəni gəlin görək induksiya, deduksiya nədir? Deduksiya ümumidən xüsusiyə doğru gedir. Yəni məsəl üçün bağda deməli məsəl üçün deyirsən ki, alim, bağdan mənə meyvələri dər, alma, armud, narı. Bir zaman deyərsən ki, alim, bu birinci misalımız olur, deduksiyaya aiddir. Amma ikinci misalımız, gəlin görək ikinci misalımızı çəkək induksiyaya aid. Məsəl üçün deyirəm ki, alim, mənə nar, alma və heyvanı yığ. Yəni bağdan mənə meyvələr yığ. Hamısını sayırsan, sonra deyirsən ki, mənə meyvələri gətir. Bu aiddir induksiya. Yəni induksiya xüsusidən ümumiyə doğru gedir. Deduksiya isə ümumidən xüsusiyə doğru gedir. Yəni təkdən cəmə gedən induksiyadır. Cəmdən təkə gedən isə deduksiyadır. Bunlar hər biri aiddir idrakin inkişafına, riyazi misalları həll etməkdir, sensor-nitq inkişafıdır. Daha sonra gəlir psixi proseslərimiz də bura daxildir, diqqətdir, hafizədir, təxəyyüldür, təfəkkürdür. Gəlin görək diqqət nədir, təxəyyül nədir, hafizə nədir? Diqqət uşağın diqqətini bir yerə fokuslamaqdır. Uşağın məşğələ zamanı yəni diqqətini cəlb etməkdir məşğələyə. İkincisi isə hafizə. Hafizə yaddaşla bağlıdır. Yəni əvvəlki biliklə indiki bilikləri və yaxud da əvvəlki şəkillərlə indiki şəkillərin arasında nəyin olub olmadığını fərq etməkdir. Bu hafizə yaddaşla bağlı olan bir şeydir. Təxəyyül isə uşaqlarda yaradıcılıq qabiliyyətlərini formalaşdırır. Təfəkkür də ki, uşaqlar artıq əşyaları fərqləndirirlər. Televizoru telefondan fərqləndirirlər, telefonu radiodan fərqləndirirlər. Yəni bunlar hər biri daxildir idrakin inkişafına. Yəni idrakin inkişafı dedikdə
beyinlə bağlıdır. Yəni beyində düşündüyümüz hər bir şey daxildir idrakın inkişafına. Daha sonra gəlir estetik və yaradıcı inkişaf. Estetik və yaradıcı inkişaf isə estetik tərbiyə məktəbəqədər yaşlı uşaqlarda bədii hisslərdir, zövqdür, yaradıcılıqdır. Ətraf aləmdəki obyektləri müqayisə etmək, baxın, ətraf aləmdəki obyektləri, gözəllikləri görmək, müqayisə etmək hər biri daxildir. Estetik və yaradıcıya daxildir. Yəni uşaqlar artıq rəngləri bir-birindən fərqləndirir, rənglərin sıralarına fikir verir, gözəlliyi görür.